Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'il vel mursalin. Nebine Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Əmmə bəd. Allahın salamı, rəhməti və bərəkəti ixlaslı olan, hidayətə tabi olub onu itirməmək üçün əlindən gələni edən təqvalı qullarının üzərinə olsun. Ey Allahın qulları! Allahdan qorxun. Nəfsinizin və şeytanın şərrindən ona sığının. Çünki gözünüzlə görə bilmədiyiniz bu iki düşməndən sizi Allahdan başqa qoruyacaq heç kəs yoxdur. Qardaşların da təklifi üzərində mühakimə məsələsi ilə bağlı gətirilən bir neçə şübhəni cavablandırmağa çalışacağam Allahın izni ilə. Qeyd edim ki, bu heç ürəyimcə deyil. Çünki əsl olan ibadəti izah etməkdir. Və biz də ibadət yönü ilə bu məsələni izah etmişdik və haqq əhli üçün də əslində bu kifayət etməlidir. Əhl-i sünnət şübhə əhlinin hər şübhəsinə tək-tək cavab verməkdə vaxt itirməmişdir. Lakin insanların hidayətinə səbəb olmaq ümidi ilə bu utanc verici şübhələri də dəf etmək üçün əlimdən gələni edəcəm Allahın izni ilə. Acınacaqlısı da odur ki, bu cür şübhələri dəlil olaraq gətirməyə çalışanların əksəriyyəti hər fürsətdə elmli görünmək üçün usuldan, qaydadan dəm vuran, bizləri cəhalətlə ittiham edən kəslərdir. İftira atdıqları kəs Allahın xəlili İbrahim aleyhissalam olduğu zaman başda Cəfər ibn Əbu Talib olmaqla Allahın seçkin səhabələri olduqda bizim kimi naqis müsəlmanlara atdıqları iftiralardan danışmağa belə dəyməz. Tövhidə müxalif olan müşrik və kafirlərdən bir qismi öz batillərini haqlı çıxartmaq üçün Allahın nəbilərinə və digər salih qullarına iftira atmaqla baxın bunlar da tağutlara mühakimə olublar. Bunlar da tağut hakimin qarşısında özlərini savunublar deməyə çalışırlar. Halbuki bu hər kəs tərəfindən bilinən bir məsələdir ki, Rasullar və nəbilər tağutlarla savaşmaq, insanları da onlardan çəkindirmək üçün göndəriliblər. Bu şübhə əhli Yusuf aleyhissalama, İbrahim aleyhissalama, Musa aleyhissalama və Həbəşistana hicrət edən mühacirlərə bu mövzuda iftira atır, insanları bu yolla öz saflarına çəkməyə çalışırlar. Keçən dərsimizdə Yusuf aleyhissalamın qissəsini açıqladıq. Bugün isə sadəcə İbrahim aleyhissalam və Həbəşistan mühacirləri ilə əlaqəli şübhələri cavablandırmaqla bu mövzunu sonlandırmağı düşünürəm. Tövhid dedikdə, tağutları inkar etmək dedikdə ağlımıza gələn ilk isim olan Allahın xəlilim, dostum adlandırdığı İbrahim aleyhissalama belə bir iftira atan kəs, görəsən Rəbbinə necə cavab verəcəyini heç düşünürmü? Onlara sual verirəm. Tağutun qarşısına dikilib, ona hər haqqı bəyan edən, müşriklərin önünə çıxıb, siz batil əhlisiniz, bu küfrünüzdən dönün deyən kəs, hansı dinin usuluna görə mühakimə olunmuş olur? İslam dinində bu belə deyil. Demokratiya dinində də belə deyil. Elə isə, siz hansı dinə xidmət edirsiniz? O İbrahim ki, aleyhissalam, oda atıldığı zaman yardıma gələn mələyin belə yardımından imtina edərək, Hasbinallahu və ni'məl vəkil, Allah mənə yetər, o ən gözəl vəkildir deyən bir peyğəmbər idi. Elə isə, necə ola bilər ki, belə bir peyğəmbər tağuta mühakimə olunmuş olsun? Əvvəlcə onu qeyd edim ki, əhl-i sünnətin böyük alimləri, usula dair və əqidə məsələlərində nələrin dəlil olaraq qəbul edildiyinə dair öz kitablarında qeyd ediblər ki, təfsir kitablarında keçən rəvayətlər, siyər və tarix kitablarındakı rəvayətlər tək başına dəlil olaraq alınacaq qüvvədə deyirlər. Təfsir və siyər kitablarında keçən rəvayətlərin bir çoxu ilə istidlal etmək mümkün deyildir. Çünki bu rəvayətlərin çoxunun səhabəyə qədər çatan kəsintisiz bir sənədi yoxdur. Lakin buna baxmayaraq, bugün insanların çoxunun dinlərini, əqidələrini bu cür təfsir və siyər kitablarından əldə etdikləri məlumatlar üzərində bina etdiklərini görürük. Halbuki bizim üçün əsas qaynaq olan hədislər kəsintisiz, etibarlı zəncirlə Allah Rasuluna isnad edən səhih hədis topluları və sözünə etibar edilən təhqiq əhli alimlərin bu səhih hədis qaynaqlarına dayanaraq yazdıqları əqidə və fıqh kitabları olmalıdır.
Təfsir kitablarında keçən rəvayətlərdən isə ancaq hədis alimləri tərəfindən səhih olduğu təsbit edilənlər dəlil olaraq qəbul edilir. Digərləri isə ancaq bir xəbər xarakteri daşıyır və ancaq əldəki səhih dəlillərin şahidi və onları gücləndirən yazılar olaraq qiymətləndirilə bilərlər. Bütün bunlar elm əhli yanında məlum olan xüsuslardandır. Bizi dinləyən və yazılarımızı oxuyan hər kəsə nəsihət edirəm ki, dinlərini oxuyaraq və bəsirət üzərə öyrənsinlər. Hansı məsələ olursa olsun, fikir yürütmək yerinə bunları elmi şəkildə öyrənin. Mühakiməni başqalarının ağzından öyrənməyə çalışdığınız üçün bugün bu qədər çətinliklərlə qarşılaşırsınız. Alimlərin azaldığı, Rüveybidaların yayğın olduğu bu zamanda əgər dinimizi qorumaq istəyiriksə, hər birimiz bu işdə əlimizdən gələni etməliyik. Dediyim kimi, İbrahim əleyhissalam qissəsi ilə bağlı gətirilən şübhələri dinlədikdən sonra bir araşdırma etdim. Və nəticə olaraq gördüm ki, bu insanlar haqqı axtararkən dəlili səhv anlayaraq azmaqdan daha çox, nəfslərinə xoş gələn etiqada dəlil axtarıb və yalnız yoza biləcəkləri ayətləri götürüblər. Bunları nəyə əsaslanaraq dediyimi Allahın izni ilə açıqlayacağım. Və açıqlamazdan əvvəl deyim ki, dini məsələləri filmlərdən izləyərək buna uyğun yanaşanlar azanlar içərisində çoxluq təşkil edir. Necə ki, Yusuf əleyhissalam haqqında serial izləyib, bunun üzərinə insanların əqidə bina etdikləri kimi, İbrahim əleyhissalam haqqında da film izləyənlər bu cür özlərini zəlalətə sürüklüyüblər. İndi isə məsələni əsas qaynağından araşdıraq. İbrahim əleyhissalamın oda atılması barədə həm Ənbiya surəsində, həm Ənkəbut surəsində, həm də Saffət surəsində bizə xəbər verilir. Lakin bu qissəni bizə nəql edənlər nədənsə Ənbiya surəsini oxuduqları halda Ənkəbut surəsi və Saffət surəsini zikr etmirlər. Əvvəlcə ayətləri zikr edək və sonra həm şübhələri, həm də onların cavablarını açıqlayaq. Və İbrahimə iz qalə li qavmihi budullaha vəttəquhu. İbrahimi də yada sal. Bir zaman o öz qövmünə demişdi: Allaha ibadət edin və ondan qorxun. Zəlikum xayrun lakum in kuntum ta'lamun. Bilirsiniz bu sizin üçün nə qədər xeyirlidir. İnnəmə ta'budun min dunillahi əfsənə və təxluqun ifkan. Siz Allahı qoyub bütlərə ibadət edirsiniz və yalan uydurursunuz. İnnellezîne ta'budun min dunillahi la temlikun lekum rizqan. Şübhəsiz ki, Allahdan qeyri ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyirlər. Fəbtəğu indallahi rizqa və'buduhu vəşruku lehu ileyhi turcaun. Elə isə ruzini Allahdan diləyin, ona ibadət edin və ona şükr edin. Siz ancaq ona qaytarılacaqsınız. Və davamındakı bir neçə ayətdə də Allahın rububiyyətindən bəhs etdikdən sonra 24-cü ayətdə İbrahim əleyhissalamın qövmünə etdiyi dəvətə cavab olaraq qövmünün belə dediyi bildirir. فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا اقْتُلُوهُ أَوْ حَرِّقُوهُ فَأَنْجَهُ اللّٰهُ مِنَ النَّارِ. Qövmün cavabı isə ancaq ya onu öldürün ya da yandırın demələr oldu. Lakin Allah onu oddan qorudu. İnne fi zalika laayatin liqavmin yu'minun. Doğrudan da bunda mömin adamlar üçün mənimsənməli olan ibrətlər vardır. Elə isə aləmlərin Rəbbinin ayətdə də nəsihət etdiyi kimi bu ibrətlik qissələrdən ibrət alaq. Allahın xəlili İbrahim əleyhissalamı qövmünün yandırmaq istəmə səbəbi onların dinini pisləməsi və tövhidə dəvət etməsi idi. Necə ki, bütün peyğəmbərlərin gəliş səbəbi bu olub. Hər biri də qövmləri tərəfindən təhqirlərə, təhdidlərə və işgəncələrə məruz qalıblar. Hər şeydən əvvəl onu bilin ki, müşriklərlə olan hər bir diyaloq, hər bir mübahisə mühakimə deyildir. Hər tağutun önünə çıxıb ona haqqı çatdırmağa çalışmaq, onunla cədəlləşmək mühakimə deyildir. Əgər elə olsaydı, bütün peyğəmbərlər haqqında bu şübhənizi gətirməli olardınız. Necə ki, önünüzə gələn hər şeyi gətirirsiniz. Musa əleyhissalamın tağut olan Fironun qarşısına çıxıb onu İslam'a dəvət etməsi mühakimədirsə, onda bütün peyğəmbərlər tağuta mühakimə olublar. Haşa, onlar bu cür şirkdən və küfürdən uzaqdırlar. Allahın son nəbisi Muhammed sallallahu aleyhi və səlləm də dəfələrlə Əbu Cəhlin,
Əbu Ləhəbin, Taifli müşriklərin və digərlərinin qarşısına çıxaraq onlara İslam'a dəvət etmişdir. Onlar da Allah Rasulü ilə bu məsələlərdə mübahisə etmiş, bəzən həddi aşaraq onu döyənlər və daşlayanlar da olmuşdur. Gəlin indi də Saffət surəsinə nəzər salaq. 83-cü ayətdən 98-ə qədər olan ayətlər İbrahim aleyhissalamdan bəhs edir. Və həmin bu İbrahim aleyhissalamın oda atılma qissəsi barəsindədir. Gəlin zikr edək. Və innə min şiatihi ilə İbrahim, həqiqətən İbrahim onun, yəni Nuh aleyhissalamın ardıcıllarından idi. İzcə rabbəhu bi qalbin salim, bir zaman o Rəbbinin yanına pak bir qəlblə gəldi. İz qalə li əbihi və qavmihi məzə tə'budun, öz atasına və qövmünə dedi ki, siz nəyə ibadət edirsiniz? Əifqən əlihətən dunəllahi tu'ridun, Allahdan qeyri yalancı ilahlar mı istəyirsiniz? Fəmə zənnukum bi rabbil aləmin, aləmlərin Rəbbi barəsində nə düşünürsünüz? Fənəzərə nəzrətən fi nucumi fəqalə inni səqim, ulduzlara nəzər saldı və dedi ki, mən xəstəyəm. Bu qissəni bilənlər bilir ki, kafirlərin bir bayramları var idi, hər il qeyd etdikləri və İbrahim aleyhissalamı da bu bayrama apardıqları zaman İbrahim aleyhissalam bəhanə gətirərək, xəstə olduğunu deyərək bu bayrama getmir. Ayəti davam edirik. Fətəvəlləv ənhu mudbirin, onlar ondan, yəni İbrahim aleyhissalamdan üz çevirib çıxıb getdilər. Fərağa illə əlihətihim fəqalə ələ tə'kulun, o xəlvətcə onların məbudlarının yanına gəlib istehsa ilə dedi. Siz bu təamları, yəni bu yeməkləri yemirsiniz. Mələkum lə təntiqun, sizə nə olub ki danışmırsınız? Fərağa aleyhim dərbən bil yamin, sonra da onlara yaxınlaşıb sağ əli ilə bir zərbə indirdi. Fəəqbəlu ileyhi yazifun, onlar tələsik onun yanına gəldilər. Yəni müşriklər İbrahim aleyhissalamın yanına gəldilər. Qalə tə'budunə mə tənhitun, o dedi, siz yonub düzəltdiklərinizə mi ibadət edirsiniz? Vallahu xaləqakum və mə tə'məlun, axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır. Qalubnu ləhu bunyanən fəəlquhu fi cəhim, onlar dedilər, bundan ötürü bir bina tikin və onu orada odlayın. Fəəradu bihi kəydə fəcəəlnəhumul əfsəlin, onlar İbrahimə hilə qurmaq istədilər. Biz də onları rüsva etdik. Bu ayətlər bir peyğəmbərin bütlərə ibadət edən qövmünü Allaha dəvət etməsindən, tağutu inkarından, bütlərinə olan düşmənçiliyindən bəhs edir. Üstəlik buna görə onu ateşə atırlar. Allah da onu xilas edir. Son ayətdə Rəbbimiz deyir ki, onlar İbrahimə hilə qurmaq istədilər. Biz də onları rüsva etdik. Bəs siz Allahın sizi rüsva etməsindən qorxmursunuzmu ki, ona qarşı hilə qurursunuz? Onu mühakimə olunmaqla ittiham edirsiniz. Burada mühakimə haradadır ki, sizdən başqa heç kəs bunu görə bilmir. Son olaraq da bu qissənin şübhə əhlinin mühakiməyə bənzətdikləri yerini oxuyaq. Hansı ki, bu Ənbiya surəsində keçir. Ənbiya surəsində də 52-ci ayətdən 70-ci ayətə qədər eyni qissəni bir qədər fərqli şəkildə anladır. İbrahim aleyhissalam atasına və qövmünə müraciət edərək belə deyir. İz qalə li əbihi və qavmihi mə həzihi təməthilulləti əntum ləhə əkifun. Bir zaman o öz atasına və tayfasına bu nə heykəllərdir ki, siz onlara ibadət edirsiniz demişdi. Qalu vəcədnə əbənə ləhə əbidin. Dedilər ki, biz atalarımızı onlara ibadət edən görmüşük. Qalə ləqad kuntum əntum və əbəukum fi dalalin mubin. Dedi ki, doğrusu siz də, atalarınız da açıq-aşkar zəlalət içindəsiniz. İbrahim aleyhissalam onlara Rəbbini tanıdan sözlər söylüyor və 2-3 ayət sonra 57-ci ayətdə belə deyir. Və təallah ilə əkidənnə əsnəməkum bə'də ən tuvallu mudbirin. Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra bütlərinizə bir kələk gələcəyim. Fəcəələhum
cuzazan illa kebiran lahum leallahum ileyhi yerciun. Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə ona müraciət edərlər. Qalu men fa'ala haza bi alihatina innehu leminez zalimin. Onlar dedilər, ilahlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o zalimlardandır. Qalu sami'na fətən yəzkuruhum yuqalu lehu İbrahim. Dedilər ki, İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik. Qalu fa'tu bihi ala a'yunin nasil lahum yeşhadun. Dedilər ki, onu cemaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər. Yəni, başqaları da İbrahim aleyhissalam kimi gələcəkdə düşünərsə və yaxud da hal-hazırda düşünürsə, onun yolundan getməyə cəhd edərsə deyə, ibrət olsun deyə onu insanların gözünün önünə gətirib, insanların gözü qarşısında ibrət üçün cəzalandırmağı təklif edirlər. Ayətlər davam edir. Qalu əntə fəaltə həzə bi alihatina ya İbrahim. Onlar dedilər ki, ilahlarımızı sən mi bu hala saldın ey İbrahim? Diqqət edin, burada qövmi İbrahim aleyhissalamdan bu əməli edib etmədiyini soruşur. Burada isə sadəcə iki tərəf var. Bütləri sındıran İbrahim aleyhissalam və ilahları sındırılan müşrik qövm. Mühakimə isə bildiyiniz kimi üç tərəfli baş verən bir prosesdir. İddia tərəfi, əleyhində iddia olunan tərəf və hökm tərəfi də olmalıdır. Bu qissədə isə yalnızca iki tərəf var. Qalə bəl fəaləhu kəbiruhum həzə fəs'aluhum in kənu yantiqun. İbrahim aleyhissalam onlara deyir ki, xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun. Fərəcəu illə ənfusihim fəqalu innəkum əntumuz zalimun. Onlar öz-özlərinə müraciətlə həqiqətən də siz zalimlarsınız dedilər. Qısa müddətli də olsa, həqiqətən zalim olduqlarını və İbrahim aleyhissalamın da onlara haqqı dediyini bu hadisədə, bu sözdən sonra artıq müşriklər anlamışdılar. Lakin bugünkü müşriklərdə də olduğu kimi bir-birlərinə baxaraq, bir-birlərindən təsirlənərək bu məsələ uzun çəkmədi. Thumma nukisu ala ruusihim laqad alimta ma haulai yantiqun. Sonra yenə öz bildikləri batil əqidələrinə qayıdıb dedilər. Ax sən bilirsən ki, bunlar danışmırlar. Bununla İbrahim aleyhissalam onların batil üzərində olduqlarını özlərinə etiraf etdirir. Qalə əfətə'budunə min dunillahi mə la yənfəukum şeyə və la yadurrun. İbrahim dedi, elə isə Allahı qoyub, sizə heç bir fayda və zərər verə bilməyən şeylərə mi ibadət edirsiniz? Uffilləkum və limə tə'budunə min dunillahi əfələ təqilun. Tu sizə də Allahdan başqa ibadət etdiklərinizə də doğrudanmı dərk etmirsiniz? Bu kəlimələri bütlərə ibadət edən bir qövmün qarşısına çıxıb, üstəlik bütlərini sındıraraq onları qəzəbləndirdiyi halda çıxıb söyləmək tağutu inkarın özüdür. Həm də ən mükəmməl şəkildə. Bu diyaloqa mühakimə demək, savunma demək olsa, dində cahil olan ya da qərəzli şəkildə tağutlara xidmət edən birinin sözü olar. Hər kim birinci qismdəndirsə, Allahdan diləyirəm ki, onlara hidayət etsin və onları haqqa yönətsin. Və 68-ci ayə ilə davam edirəm. Qalu harriquhu vansuru alihatakum in kuntum fa'ilin. İbrahim aleyhissalamın bu cür sərt sözlərindən sonra ayətdə də deyildiyi kimi dedilər ki, əgər ondan əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, məbudlarınıza kömək edəsiniz. Hər nə qədər qısa şəkildə izah etməyə çalışsam da, günümüz insanlarına bir şeyləri qısa şəkildə anlatmağın mümkün olmadığını görürəm. Bu səbəblə də eyni qissəni 3 fərqli surədə keçdiyi ayətləri oxuduq. Sözüm usuldan bəhs edən, özünü çox bilmiş göstərib, Quranda və sünnətdə mühakiməyə oxşada bildikləri nə qədər qissə tapırlarsa şübhə olaraq gətirənlərədir. Sizlərdən xahişim, mühakimənin nə demək olduğunu və onun formasını öyrənin. Mühakimə hökmü qadıya qaldırmaqdır. Mühakimə iki tərəfin hakim önündə, yəni üçüncü tərəfə ixtilafı götürmələri, onun önündə cədəlləşmələridir.
Elə isə sizə sual verirəm. Bu qissədə hakim kim idi? Sizin iddianıza görə iddia tərəfi bu bütpərəstlər, savunma tərəf də İbrahim əleyhissalamdırsa, bəs hökmü verən tərəf kim idi? 3 surədən də sizə oxudum. Və gördük ki, İbrahim əleyhissalam qövmünü dəvət etdi, sonra da bütlərini sındırdı. Bu səbəblə onu tutub oda atdılar. Necə ki, bizlərdən biri rafizilərin, ya da sufilərin, ya da digər bütpərəstlərdən birinin məbədini dağıtsaq, bizi orada ibadət edənlər tutsa və sən mi bunu etdin desələr, biz də sizə də, sizin Allahdan başqa bu ibadət etdiklərinizə də desək və bizi daşqalaq etsələr, yandırsalar, öldürsələr, bu mühakimə mi sayılacaq? Əlbəttə ki, yox. Və yox da evimizə girən oğrunu tutub özümüz cəzalandırsaq, bu mühakimə mi sayılacaq? Əlbəttə ki, sayılmayacaq. Çünki mühakimə bir ibadətdir və bu ibadətin şəklini, şərtini, rukununu bizim ağlımız yox, Allahın şəriəti təyin edir. Və Rəbbimiz istər ayətlərdə olsun, istərsə də hədislərdə olsun, mühakimə olan bir şeyi elə özü mühakimə olaraq adlandırır. Başqalarının buna bir ad qoyması üçün onların öhdəsinə buraxmır. Baxın, eyni surənin, yəni Ənbiya surəsinin 78-ci ayətini sizə oxuyuram. Davudu və Süleymanı da yada sal. Bir zaman onlar özgə adamların qoyunlarının girib zay elədiyi bir əkin sahəsi barəsində hökm vermişdilər. Biz onların hökmünə şahid idik. Gördüyünüz kimi, Quranda mühakimə ilə bağlı bəzi qissələr var və o qissələri Allah Əzzə və Cəllə özü mühakimə olaraq orada qeyd edir. Burada da gördüyünüz kimi deyir ki, Davud aleyhissalam və Süleyman aleyhissalam haqqında ki, onlar hökm vermişdilər və biz də onların hökmünə şahid idik, deyir Allah Əzzə və Cəllə. Sizə Qurandan olan digər bir ayəti misal verim, hansı ki, bu da mühakimə ilə bağlıdır. Sad surəsinin 22-ci ayətinə nəzər salaq. Ayət belədir. Onlar Davudun yanına daxil olduqda Davud onlardan qorxdu. Onlar dedilər, qorxma, biz 2 iddiaçıyıq. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər. Gördüyünüz kimi, hər iki hadisə mühakimədir və Allah Əzzə və Cəllə öz kitabında bunu mühakimə olaraq adlandırıb. Əgər İbrahim aleyhissalam qissəsi, əgər Yusuf aleyhissalam qissəsi mühakimə olsaydı, buna heç şübhəmiz yoxdur ki, Allah Əzzə və Cəllə onu da orada mühakimə olaraq adlandırar və bu cür qeyd edərdi. Və hədis kitablarına da baxdığımız zaman mühakimə ilə bağlı bölümlərdə bu ayətləri və hədislərdə gələn mühakimə qissələrini görə bilərsiniz. Lakin heç birində nə İbrahim aleyhissalamın, nə Nəcaşi qissəsinin, nə də Yusuf aleyhissalamın qissəsinin mühakimə bölümlərində zikr edildiyini görə bilməzsiniz. 14-15 əsr ərzində necə böyük fəqihlərin gəlib keçdiyi bu dünyada sizdən başqa bu qissələrdə mühakiməni görən olmayıb mı deyirsiniz? Necə də pis hökm verirsiniz? Bizim işimiz hər dəfə biri yeni bir şübhə ixtira edəndə ona cavab vermək deyil. Biz haqqı anladırıq, haqqı bilən də batili də tanıyacaqdır deyə Rəbbimizdən sizlər üçün hidayət diləyirik. Son olaraq da Nəcaşi qissəsi ilə bağlı olan şübhəni çox qısa cavablandıraraq bu mövzunu sonlandıracağım Allahın izni ilə. Bildiyiniz kimi, içlərində Cəfər ibn Əbu Talibin də olduğu müsəlman heyəti Həbəşistana hicrət etmişdilər. Həbəş kralı da ədalətli bir hökmdar olaraq onlara sığınacaq vermişdi. Sonrasında başlarında Amr bin Asın olduğu Qureyş heyəti hədiyyələrlə birlikdə Həbəş kralının yanına gəlirlər. Belə bir sual ortaya çıxır. Məqsədləri nə idi qardaşlar Qureyş heyətinin? Həbəşistana getməkdə onların məqsədi nə idi? Məqsədləri aralarında əvvəldən də mövcud olan dostluqdan istifadə edərək və gətirdikləri hədiyyələrlə krala təsir göstərərək mühacirlərlə o kralın münasibətini pozmaq və onların Qureyşə təslim edilməsinə və yaxud da müasir dillə sizə deyəcək olsam, Həbəşistandan deportasiya edilmələrinə nail olmaq istəyirdilər. Yoxsa şübhə əhlinin iddiasına binaən deyirəm, Amr bin As gedim bir məhkəmə qurdurum, mühakiməni qazanım gəlim düşüncəsi ilə gəlməmişdi Həbəşistana. Lakin Allah Rasulunun da əvvəlcədən xəbər verdiyi kimi, Həbəş kralı ədalətli birisi idi. Dedi ki, mən onları dinləmədən bir şey deyə bilmərəm. Baxın, dəyərli insanlar, əgər Həbəş kralı
onları dinləmədən Qureyşə təslim etsəydi və yaxud da əksini edib Qureyşi rədd etsəydi, yenə buna mühakimə və yaxud da buradan çıxan bu qərara, mühakimədən çıxan hökm deyərdinizmi? Sanki yox dediyinizi düşünürəm. Həbəş kralı çağırıb hicrətlərinin səbəbini soruşdu. Səhabələrdən nəyə görə onun ölkəsinə hicrət etdiklərini soruşdu və İslam dininin necə bir din olduğunu tanımaq üçün onlara sual verdi. Cəfər ibn Əbu Talib də bu səbəbi belə açıqladı. Ey hökümdar, biz cahiliyə qaranlıqları içində üzən bir qövm idik. Bütlərə ibadət edir, ölü heyvan əti yeyir, günah işləyirdik. Qohumlarla əlaqəmizi kəsir, qonşulara pis davranırdıq. Aramızda güclü olanlar zəifləri əzirdi. Allah bizə aramızdan nəslini, doğruluğunu, etibarlılığını və iffətini bildiyimiz bir elçi göndərincəyə qədər bu şəkildə yaşamağa davam etdik. Allahın elçisi bizi Allahı təkləməyə, ona ibadət etməyə, bizim və atalarımızın onun xaricində ibadət etdiyimiz bütləri və daşları tərk etməyə dəvət etdi. Bizə doğru söyləməyi, əmanəti yerinə gətirməyi, qohumları ziyarət etməyi, qonşulara yaxşı davranmağı, haramlardan çəkinməyi və insanları haqsız yerə öldürməməyi əmr etdi. Bizə pis və günah işləri işləməyi, pis söz söyləməyi, yetimlərin malını yeməyi, iffətli qadına iftira atmağı qadağan etdi. Allaha ibadət etməyi, ona hər hansı bir şeyi şərik qoşmamağı, namaz qılmağı, zəkat verməyi və oruç tutmağı əmr etdi. Onu təsdiq etdik, ona inandıq və Allahdan gətirdiyi risalət əsasında ona tabi olduq. Beləcə sadəcə Allaha ibadət etdik və ona heç bir şey şərik qoşmadıq. Bizə haram qıldığını haram, halal etdiyini də halal qəbul etdik. Uca Allaha ibadətdən ayrılıb, əvvəlki kimi bütlərə ibadət etməyimiz və daha əvvəl halal gördüyümüz pislikləri yenə də halal görməyimiz üçün qövmümüz bizlərə düşmənçilik etdi. Bizi işgəncələrə məruz qoydular və dinimizi tərk etməyimiz xüsusunda bizə təzyiq göstərdilər. Məkkəlilər bizə zülm etdiyi zaman və bizə təzyiqlərini artırıb dinimizi yaşamağımıza izin vermədikdə sənin məmləkətinə gəldik. Bir çox hökümdar arasından səni seçdik və sənə qonşu olmağı tərcih etdik. Sənin yanında zülmə uğramayacağımızı umaraq gəldik, ey hökümdar. Hökümdar onları dinlədikdən sonra onlara izin verir və onları göndərir. Onlar getdikdən sonra Amr bin As yenə kralla onların arasını pozmaq üçün başqa hiləyə əl atır. Onların, yəni səhabələrin İsa aleyhissalam haqqında fərqli düşüncələri olduğunu deyir. Bundan sonra hökümdar təkrar mühacirləri çağırtdırır. Əgər bu şübhə əhlinin iddia etdiyi kimi mühakimə olsaydı, bir hökümdarın hakimlik etdiyi mühakimə necə bu qədər qeyri-ciddi ola bilər ki, eyni gündə həmin insanları mühakimə edib göndərirlər. Sonra qısa zaman ərzində təkrar çağırırlar. Belə gülünç mühakimə heç ola bilərmi? Üstəlik, hər dialoqa, hər sual-cavaba mühakimə deyəcək olsaq, küçədəki hər söhbəti də mühakimə adlandırmalı olarıq. Davam edirəm. İmam Əhməd Müsnədində belə qeyd edir. Məkkə müşrikləri Nəcaşiyə müsəlmanların İsa aleyhissalam haqqında pis sözlər söylədiklərini xəbər verirlər. Və Ümmü Sələmə radiyallahu bu məsələni belə anladır. Sonra Nəcaşi İsa aleyhissalam haqqında nə dediklərini soruşdu. Yəni bir adam göndərdi və bu sualı müsəlmanlara yönəltdi. Bizlər də çox çətinliyə düşdük. Sonra səhabələr bir araya toplandılar. Bir-birlərinə dedilər ki, siz İsa haqqında soruşulduğu zaman nə deyəcəksiniz? Cavabda dedilər ki, Allahın da olsun ki, Allahın onun haqqında dediyini deyəcəyik. Nə olursa olsun, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin gətirdiyini deyəcəyik. Sonra Nəcaşinin yanına girdikləri zaman dedi ki, İsa ibn Məryəm haqqında nə deyirsiniz? Və bu cümləyə diqqət edin, qardaşlar. Nəcaşinin yanına girdikləri zaman. Demir Nəcaşiyə mühakimə olunduqları zaman, mühakiməyə girdikləri zaman. Sadəcə Nəcaşinin yanına girdikləri zaman olaraq keçir. Və Cəfər ibn Əbu Talib də İsa aleyhissalam haqqında Allah Rasulunun onlara öyrətdiklərini deyir. Və Məryəm surəsindən ayətlər oxuyur. Nəcaşi də bundan sonra Qureyş heyətini rədd edir,
onlardan hədiyyələrini də alıb geri getmələrini tələb edir və mühacirləri əsla onlara təhvil verməyəcəyini bildirir. Bu açıq aydın görünür ki, məsələnin mühakimə ilə heç bir əlaqəsi yoxdur. Dəlil niyyətinə deyil də sadəcə vaqiəmizlə misal verdikdə insanlar daha rahat başa düşürlər deyə bəzən misallar vermək faydalı olur. Bu qissəni də vaqiəmizlə uyğunlaşdıraraq bir misal verə bilərik. İslamı yaşamağın mümkün olmadığı, müsəlmanların da çox əziyyət gördüyü ölkələrin birində bir qrup müsəlmanın qaçaraq Avropa ölkələrindən ya da İslamla açıq-aşkar savaşmayan ölkələrdən birinə sığındığını təsəvvür edək. Sonra həmin ölkədən bir heyət gələrək mühacirləri geri verilməsini tələb edirlər. Sığınacaq verən ölkə də mühacirləri çağırır və onların hicrət səbəbini soruşur. İddia edildiyi kimi onlar terroristdirlərmi, yoxsa dinlərini yaşamağa çalışan sadə bir müsəlmanlardırmı deyə özlərindən soruşur. Cavab olaraq müsəlmanlar da deyirlər ki, bizlərə dinimizi yaşamağa izin verilmir. Düşmənçilik göstərilir. Saqqallarımızı qırxırlar. Qadınlarımıza hicab geyməyə qadağa qoyurlar. Bu səbəblə də rahat yaşaya bilmək üçün sizin ölkənizə sığınmışıq. Rəhbərlikdən müsəlmanları dinləyənlər də onları təhvil verməkdən imtina edirlər. Sizə danışdığım bu vaqiə eynən Nəcaşi qissəsindəki hadisənin bir bənzəridir. Və qısaca üzərindən keçəcək olsaq, məsələ sadəcə bundan ibarətdir. Müsəlmanlar Həbəşistana hicrət etmişdilər. Kral onların niyə hicrət etdiyini və dinlərinin gərəklərini onlardan soruşdu. Son olaraq da onları dinlədikdən sonra ölkəsində rahatca yaşamağa onlara izin verdi. Məsələnin açıqlaması bu qədər kifayət edər deyə düşünürəm. Və digər cılız şübhələri dilə gətirməyə heç ehtiyac da duymuram. Və dərsimizi Ali-İmran surəsindəki bu dua ilə yekunlaşdırıram. Rabbana la tuzigh qulubana ba'da iz hadaytana və hab lana min ladunka rahma innaka antal vahhab. Ey Rəbbimiz, bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi saptırma və bizə öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən sən bəxş edənsən. Rəbbim bizi haqqa yönəldikdən sonra sapmaqdan qorusun. Qəlbimizi haqq dini üzərində sabit etsin. Bizləri bir an belə öz nəfsimizlə baş-başa buraxmasın. Allahumma amin, Allahumma amin, Allahumma amin. Subhanək Allahumma və bihamdik. Əşhədu ən la ilahe illa ent. Əstəğfiruka və atubu ileyk.